7 dekabr 2025-ci il tarixində Dahi Akademiyada keçirilmiş 4-cü sinif təkmilləşdirmənin mövzu sınaq imtahanının suallarının izahını verirəm. Deməli, 41-ci sualda deyir ki, choose the correct variant. Düzgün variantı seçin. Aydan's hair brown. Əgər bizim ismimiz təkdirsə iz veririk. Əgər ismimiz cəmdirsə bu zaman ar veririk. Və biz baxırıq ki, iz olan variantlar B və C-dədir. B variantı iz doğrudur. C variantında isə not iz veriblər. Əgər iz not olsaydı doğru olardı. Amma not iz yanlışdır. Çünki biz inkarı düzəldərkən not iz yox, iz not veririk. Buna görə də cavabımız olur B variantı. Demək, 42-ci sualda deyir ki, choose the correct variant. Düzgün variantı seçin. Your brother hungry. Your brother baxırıq ki, ilk öncə təkdədir. Təkdə olduğuna görə iz veririk. Yox, əgər bizim ismimiz cəm olsaydı, bu zaman ar verərdik. Və baxırıq ki, təkdədir. Təkdə olduğuna görə A və B variantı çıxır. C və D variantı arasında qalırıq. Və yes olanda təsdiq veririk. Və baxırıq ki, hər iki variantda da təsdiq veriblər. He is, she is. Amma your brother kişi cinsində olduğuna görə he veririk. Əgər qadın cinsi olsaydı, bu zaman she ola bilərdi. Brother kişi cinsi olduğuna görə də he is. Ona görə də doğru cavabımız olur D variantı. 43-cü sualda deyir ki, choose the correct line of plural nouns. Düzgün cəm isimlərin zərcəsini seçin. A variantında women, men. Deməli, biz bilirik ki, bəzi isimlər var ki, bunlar kökündən cəmlənirlər. Onlardan biri də women və mendir. Yəni, qadınlar və kişilər. Bu doğru cəmlənibdir. B variantında box. Əgər bizim isimimizin sonu X hərfi ilə bitirsə, bu zaman S yox, biz IS şəkildə əlavə edirik. Ona görə də B variantı yanlışdır. C variantında sonu Fox, X ilə bitibdir. Biz bu zaman S yox, IS şəkildə əlavə edirik. Ona görə C variantı da yanlışdır. D variantında isə Wolves. Əgər bizim isimimizin sonu F və F hərfi ilə bitirsə, bu zaman cəmlənmə olanda F hərfi keçir V hərfinə və IS şəkildə əlavə edirik. Ona görə də D variantı da yanlışdır. Doğru cavabımız olur A variantı. Deməli, 44-cü sualda deyir ki, choose the correct variant. Düzgün variantı seçin. Two beds in my room. Deməli, zeriz və zeral olan cümlələrdə biz ilk öncə baxırıq ki, bu cümlə təsdiqdir yoxsa sualdır. Və sonunda nöqtə qoyduğuna görə biz bilirik ki, bu təsdiq cümlədir, sual deyil. Ona görə də C və D variantı çıxır. Çünki C və D variantında to be-nin forması əvvələ keçibdir. Əgər to be-nin forması əvvələ keçirsə, bu zaman bu sual cümləsi olar. C və D variantı gedir. A və B arasında qalırıq və baxırıq ki, bizim isimimiz two beds cəmdədir. Əgər zer ardan sonra cəm isim gəlir, bu zaman ar veririk. Yox, two bed yox da burada təkdə olan isim olsaydı, biz o zaman zeriz deyə bilərdik. Və cəmdə olduğuna görə A variantı olur. 45-ci sualda deyir ki, choose the correct variant. Düzgün variantı seçin. A doll on my bed. Biz baxırıq ki, bizim sualımız təsdiqdir. Təsdiq olduğuna görə C və D variantı çıxar. Çünki C və D variantında sual cümləsidir. To be-nin forması əvvələ keçirsə, bu zaman təsdiq yox, sual olur. A və B arasında qalırıq və baxırıq ki, bizim ismimiz a doll təkdədir. Təkdə olanda zer iz veririk. Əgər isimimiz təkdədirsə, zeriz, yox, cəmdədirsə, zer ar olar. Və baxırıq ki, a doll təkdə olduğuna görə olur zeriz, B variantı. 46-da deyir ki, cəm isimləri seçin. A variantında hair təkdədir, book təkdədir. B variantında toys cəmdədir, amma cities cəmdə kimi görsənir. Amma bizim isimimizdə sözün sonu Y hərfi ilə bitirsə, özündən əvvəl samit gəlirsə, bu zaman Y hərfi İ-yə keçir. Y kimi qala bilməz. Ona görə də B variantı yanlışdır. C variantında isə balls və cities doğrudur. City sonu Y ilə bitib və özündən əvvəl samit gəldiyinə görə Y hərfi İ-yə keçib və biz IS şəkildə əlavə etmişik. C variantı doğru cavabdır. D variantında isə doll təkdədir. 47-ci sualda deyir ki, düzgün, choose the correct variant. Düzgün variantı seçin. What is the 6th month of the year? Deyir, ilin 6-cı ayı hansıdır? Və biz bilirik ki, ilin 6-cı ayı iyundur, June. Ona görə də doğru cavabımız olur D variantı. 48-ci sualda deyir ki, what time is it? Saat neçədir?
Və biz baxırıq ki, saat 5-dir burada. Saatı deyərkən isə biz it is ifadəsindən istifadə edirik. It is 5 o'clock. Cavabımız olur B variantı. 48-də. 49-da deyir ki, choose the correct variant. Düzgün variantı seçin. Are fond of apples. Biz baxırıq ki, bizim tubimiz are, cəmdədir. Əgər bizim tubimiz cəmdədirsə, biz ay verə bilmərik birdəki kimi. Çünki aydan sonra əm gələr. 2-də you-dan sonra are gələr. 2 doğrudur. 3-də we-dən də sonra are gələr. Doğrudur. 4-də she-dən sonra are yox. Tubinin is forması gələr. Yanlışdır. 5-də isə Ayşə and I are doğrudur. Əgər and ilə bağlanıbsa bizim isimlərimiz, bu zaman xəbərimiz, yəni tubimiz are olur. Və 5 doğrudur. Ona görə cavabımız olur 2, 3 və 5. A variantı. 50-ci sualda deyir ki, choose the wrong translation. Səhv tərcüməni seçin. Plant bitki doğrudur. Frog qurbağa doğrudur. All qartal yox, bayquşdur. Yanlışdır. Bug böcək doğrudur. Cavabımız olur 50-də C variantı. 51-də deyir ki, choose the correct line of plural nouns. Düzgün cəm isimlərin zərgəsini seçin. A variantında mens. Bəzi isimlər var ki, bunlar kökündən cəmlənirlər. Bunlardan biri də məndir. Mən cəmlənərkən men olur. Məns olmur. A variantı yanlışdır. Food. Food da həmin isimlərdəndir ki, food yox, fit olur. B variantı da yanlışdır. C variantında men doğrudur. Kökündən cəmlənir. Mən olur men. Amma lysis olmur. Laus cəmlənərkən olur lice. S şəkilsi orada artıqdır. Və D variantı doğrudur. Men olaraq cəmlənir. Laus isə lice olaraq cəmlənir. Deməli, 51-də olur D variantı. 52-də deyir ki, choose the correct line of ordinal numbers. Düzgün sıra sayıları olan zərgəni seçin. A variantında 2, 5, 6 sıra sayı yox, miqdar sayıdır. Ona görə A variantı deyil. B variantında first, second sıra sayıdır. Amma 7 miqdar sayıdır. B variantı da deyil. C variantında first, second və third düzdür. Sıra sayıdır üçü də. D variantında isə second və first sıra sayıdır. Amma 9 sıra yox, miqdar sayıdır. Ona görə də cavabımız olur C variantı. 53-də deyir ki, choose the correct variant. Düzgün variantı seçin. Boys books on the table. Əgər bizim ismimiz cəmdədirsə, yəni booksdursa, to be-nin are formasını veririk. Yox, təkdədirsə iz veririk və baxırıq ki, bizim ismimiz burada books cəmdədir. Ona görə də cavabımız olur D variantı are. 54-də deyir ki, choose the negative variant. Yəni düzgün inkar cümləsini tapın. They knew toys. Biz ilk öncə baxırıq ki, they'dən sonra have got yoxsa has got olur. Z-dən sonra has got olmur. Ona görə A variantı çıxar. B, C və D arasında qalırıq. İnkar dediyinə görə B variantı veririk. Haven't got. Və burada haven't notun qısaldılmışıdır. Ona görə də doğru cavabımız olur B variantı 54-də. 55-də deyir ki, düzgün cəm isimlərin sırasını seçin. A variantında rabbit, lion təkdədir. B variantında monkey təkdədir, olmaz. C variantında duck təkdədir, olmaz. D-də isə goats və boys cəmdədir. Cavabımız olur D variantı. 56-da deyir ki, choose the correct variant. Düzgün variantı seçin. Deməli, burada hərflərin yeri fərqli verilibdir. Biz bu hərfləri birləşdirib düzgün sözü tapmalıyıq. A variantında ship verib və bizi baxırıq ki, bizim birinci sözümüzdə i hərfi yoxdur. Ona görə A deyil. B variantında shape verib və biz baxırıq ki, A, burada A hərfi yoxdur. B də yanlışdır. C variantında sheep verib 2E və baxırıq ki, doğrudur C variantı. D variantında isə O veribdir. O hərfi baxırıq ki, birinci sözümüzdə yoxdur. Ona görə cavabımız olur C. Sheep, rooster, goat, dog və horse. Baxırıq ki, bütün hamısı uyur. 57-də deyir ki, choose the correct line of singular nouns. Düzgün tək isimlərin zərgəsini seçin. A variantında lice və mice bunlar kökündən cəmlənən isimlərdir və hər ikisi cəmdədir. B variantında child təkdədir, news isə təkdədir. Biz news'un sondakı s-i görüb onu cəm götürə bilmərik. Çünki news
sayıla bilməyən isimdir və hər zaman təkdə olur. Cavabımız olur B variantı. C variantında oxen cəmdədir. D variantında isə cars cəmdədir. 58-də deyir ki, düzgün choose the correct answer. Düzgün cavabı seçin. My father's father is my. Deyir, mənim atamın atası mənim babamdır. Yəni atamın atası mənim nəyim sayılır? Mənim babam olur. Baba isə grandfather'dir. A variantında uncle əmi dayıdır. B variantında grandmother nənədir. D variantında isə aunt xala və bibidir. 59-da deyir ki, choose the correct line of singular nouns. Düzgün tək isimlərin zərgəsini seçin. Deməli, A variantında arm və head təkdədir. Baxırıq ki, S şəkilsi əlavə olunmuyubdur. Əgər isim təkdədirsə, biz həmin isimə S, ES şəkilsi əlavə etmirik. Yox, əgər bizim ismimiz cəmdədirsə, biz həmin isimə S və ES şəkilsi əlavə edirik. Və A variantında S və ES şəkilsi əlavə olunmuyubdur və kökündən dəyişilən isim də yoxdur. Ona görə A doğrudur. B-də ears, faces cəmdədir. C-də noses, legs cəmdədir. D-də faces, pants cəmdədir. 60-da deyir ki, choose the correct variant. Düzgün variantı seçin. 9 üstəgəl 9 18 eləyir. 76 üstəgəl 4 isə 80 eləyir. Və 18 ingilis dilində 18, 80 isə 80. Yəni cavabımız olur D variantı.